Uşaqlar, bugün sizlər üçün xitablara sözləri izah edəcəm. Xitablar cümlədə müraciət bildirən sözlərə deyilir. Cümlədə müraciət bildirən sözlər, yəni xitablar söz və yaxud da söz birləşməsi şəklində işlənə bilərlər. Xitablar cümlə üzvləri ilə ümumiyyətlə məna əlaqəsinə girir, amma qrammatik əlaqəyə girmir. Yəni biz cümləni təhlil edərkən xitabları cümlə üzvü kimi təhlil etmir və onlar cümlə üzvlərindən durğu işarələri ilə ayrılırlar. Əsasən vergüllə, bəzən isə nida işarəsindən biz istifadə edirik. İndi biz durğu işarələrlə bağlı məsələləri qeyd edəndə onlar haqqında da danışacağıq. Qeyd etdiyimiz kimi xitablar cümlə üzvü olmur, ona görə də heç bir suala cavab vermirlər. Xitablar, misal üçün xitaba aid nümunə əvvəlcə qeyd edim. Misal üçün, ay qardaş, yolunu gözləyirəm. Burada ay nidası ilə birlikdə qardaş sözü müraciət olunanı ifadə etmişdir. Qeyd edeyim ki, xitab cümlənin əvvəlində işlənərsə, ondan sonra ya vergül, ya da ki, nida işarəsi, xüsusi hissəyəcanlı deyildikdə nida işarəsi qoyulur. Cümlənin ortasına gələn xitabdan həm əvvəl, həm də sonra vergül işarəsi qoyulur. Cümlənin sonunda gələn nidalar, daha doğrusu xitablardan əvvəl isə vergül işarəsi qoyulur. Sonunda isə cümlənin intonasiyasına görə durğu işarəsi qoyulur. Xitabın tərifini verəndə qeyd etdik ki, xitab deməli müraciət olunan üzvü bildirir. Söz və yaxud da söz birləşmələrlə ifadə olunur. Deməli, buna görə də xitablar quruluşu iki cür olur. Necə ki, cümlə özləri quruluşu sadə və mürəkkəb olur, xitablarda quruluşu sadə və mürəkkəb olur. Sözlərlə ifadə olunan xitablar sadə, söz birləşmələri ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır. Xitab vəzifəsində işlənən sözlərdə adətən vurğu bir heca önə gəlir. Yəni buna aid nümunə, elə bu nümunəyə aid deyim. Tutaq ki, deyirəm ki, qardaş insanın ən yaxın dostudur. Belə bir cümlə verim. Kim? Qardaş. Qardaş sözünə vurğu bura düşür. Yəni ikinci hecəyə düşür. Ay qardaş. Qardaş müraciət edəndə isə bir vurğu əvvələ gəlir. Burada isə artıq birinci hecəyə düşmüş olacaq. Xitab adətən isim və isimləşmiş sözlərlə ifadə olunur və adlıq halda olurlar. Buna görə də xitablarla bəzən uşaqlar mübtədaları fərqləndirməkdə çətinlik çəkirlər. Çünki mübtəda da isim və ya isimləşmiş üzvlərlə ifadə olunur və adlı halda olan sözlərlə ifadə olunur. Lakin yadda saxlamaq lazımdır ki, mübtədanın sualı var, cümlə üzvü olur. Xitabın isə sualı yoxdur və cümlə üzvü ola bilmir. Həm də xitab durğu işarəsi ilə cümlə üzvlərindən ayrılır, müraciət olunanı bildirir. Xitablar cümlənin istənilən yerində iştirak edə bilər. Bayaqda biz durğu işarələrinin bağlı məsələləri qeyd edəndə elə oradan da aydın oldu ki, həm cümlənin əvvəlində, həm ortasında, həm də sonunda işlənə bilər. Bəzən xitablarla ay, a, sonra hey və sair kimi nidalarla da işlənə bilər. Bu zaman deməli vergül o sözlərlə işlənən xitablardan sonra qoyulur. Misal üçün deyirəm ki, bayaq elə ay qardaş sözü yazmışdım və orada vergülü, yəni xitabdan sonra qoymuşdum. Tutaq ki, ay uşaq. Mənə bax, tutaq ki, belə bir cümlə yazıram. Burada artıq nidadan sonra yox, həmin xitabdan sonra vergül işarəsi qoyulacaq. Biz bunu nidanı keçəndə də qeyd etmişdik. Ümumiyyətlə, xitablar forma baxımından mübtədalara oxşayırlar. Qeyd edeyim ki, uşaqlar əvəzlik, məsdər, feilin təsriflənən feillər daha doğrusu və bir də feili bağlamalar xitab vəzifəsinə çıxış edə bilmirlər. Amma feili sifətlər, yəni feili bağlama və məsdərdən fərqli olaraq deməli xitab vəzifəsinə çıxış edə bilirlər. Bunu da yadda saxlayaq. Xitablar deməli formaca 3-cü, məzmunca isə
ikinci şəxsə aid olurlar. Biz ümumiyyətlə xitab deyəndə adətən nəzərdə tuturuq, yəqin ki, insana müraciət olunur, amma yadda saxlayırıq ki, xitab yəni müraciət təkcə insana, şəxsə aid deyil. O cümlədən heyvanlara və cansız varlıqlara da müraciət oluna bilər. Biz xüsusilə bədii ədəbiyyatda bunun şahidi oluruq. Cümlə üzvlərindən də dedik ki, əsasən vergül ilə ayrılırlar. Bayaq da qeyd etdiyimiz kimi cümlənin əvvəlində gələndə bəzən nida işarəsindən də, yəni xüsusi hiss-həyəcan ifadə edirsə, nida işarəsindən də istifadə olunur. Bu oldu xitablar, uşaqlar. Ara sözlər. Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Biz adətən ara sözlərdəki, yəni növlərindəki sözlərlə modal sözləri keçəndə tanış olmuşuq. Amma yadda saxlamaq lazımdır ki, modal sözlə ara söz eyni anlayış deyil. Belə ki, modal söz köməkçi nitq hissəsidir. Modal sözlər yalnız sözlərlə, yəni ifadə olunur, söz şəklində ifadə olunur. Amma ara sözlər sintaksin terminidir və ara sözlər həm söz birləşməsi, həm də cümlə şəklində işlənə bilir. Müəyyən qədər, yəni cümlə kimi işləndiyi üçün biz onlarda bitkinlik də görürük. Qeyd edim ki, biz söz cümləni keçəndə ara sözlə ifadə olunan söz cümlələrə də hətta rast gəlmişdik. Söz birləşməsi şəklində də yəni işlənə bilirlər. Ara sözlərində bir sıra növləri var. Gəlin biz həmin növlərlə tanış olaq. Yəqinlik bildirənlər. Demək olar ki, növlərdəki sözlər əksəriyyəti ilə modal sözlərlə eynidir. Yəqinlik bildirən ara sözlər. Yəqinlik bildirən deməli ara sözlərə aiddir. Əlbəttə, şübhəsiz, şəksiz, düzü, doğrusu, doğrudan da, əsla qətiyyən və sair kimi bunlar aiddir. İkinci aiddir güman şübhə bildirənlər. Yenə də modal sözlərdəki sözləri yadımıza salırıq. Belə deyək də, mən bu formada desəm də biz eyniləşdirmirik. Sadəcə sizin üçün rahat olsun deyə bu formada deyirəm ki, bir daha, yəni sözlər ortaqlı sözlərdə əksəriyyəti güman şübhə bildirənlərə aiddir. Deməli, yəqin ki, bəlkə də, güman ki, mən indi hamısını burada yazmıram. Güman ki, sonra deyəsən, ehtimal ki, görünür, olmaya olsun ki və s. kimi. Fikrin mənbəyini bildirənlər, fikrin fikrin mənbəyini bildirənlərə aiddir. Məncə, səncə, mənə görə, bizcə, eşitdiyimə görə, atalar demişkən, deyilənə görə və s. kimi. Bunlar fikrin mənbəyini bildirənlərə aiddir. Sonra nitqin hissələri arasında əlaqə yaradanlar. Buna diqqətlə baxaq, çünki biz modal sözlərin içində bunu bu formada keçmirik. Biz bunlara nə deyirdik? Modal sözlərdə bunlara nəticə ümumiləşdirmə bildirən modal sözlər deyirdik. Nitqin hissələri arasında əlaqə yaradanlar, misal üçün deyə bilərik, nəhayət, xülasə, nəhayət, xülasə, sonra əsasən, vəssalam, bir sözlə, hər şeydən əvvəl, xüsusən, uzun sözün qısası, demək, qısası, əvvəlan, əvvəla və s. kimi bunlara aid eləyə bilərik. Təəssüf bildirənlər, adından da göründüyü kimi də əfsus ki, təəssüf ki, heyf ki, çox heyf ki və s. kimi bunlar aiddir və bir də müqayisə, bənzətmə bildirənlər. Bunlara da aiddir.
Elə bil ki, sanki güya. Ara sözlər əsasən cümlənin əvvəlində işlənir, amma cümlənin ortasında, son və yaxud da sonunda da işlənə bilər. Ara sözlər cümlənin əvvəlində gələndə ara sözdən sonra virgül, cümlənin ortasına gələndə hər iki tərəfində virgül və cümlənin sonunda gələndə isə ara sözdən əvvəl virgül, sonda isə cümlənin intonasiyasına görə durğu işarəsi qoyuruq. Misal üçün mən deyirəm ki, nəhayət işi bitirdik. Bu mənim fikrimcə doğru deyil və yaxud da o gələcək məncə. Bir də qeyd edim ki, ara sözlər daha çox cümlənin əvvəlində işlənir. Bu da oldu uşaqlar ara sözlər. Kitab və ara sözləri öyrənəcəksiniz. Bugünlük bu qədər. Sağ olun.